Salam əziz kanal izləyiciləri, salamlayıram hər birinizi. Bu günlərim sizinlə 9-cu sinif ədəbiyyat dərsliyindən İsa Hüseynovun Zəhər hekayəsini keçirik. Çox maraqlı hekayədir və qulaq asmağa dəyər. Əsəri oxumaqda tənbəllik çəkən şagirdlərimiz oxuyuram və təhlili təbii ki, təhlilində çətinlik çəkən uşaqlarımız üçün təhlil eləyəcəm. Diqqətlə qulaq asırıq. Başlayıram. Zəhər hekayəsi İsa Hüseynov. Meşədə qəribə bir sükut vardı. Nə bir quş ötürdü, nə bir yarpaq tərpənirdi. Meşəbəyi bir Qasım yəhərdə çəpəgi oturub papağının dalını qaldırıb mahnı oxuyurdu. Ancaq bu dəfə kefdən oxumurdu. Diqqətli oluruq. Baxın, deyir ki, ancaq bu dəfə kefdən oxumurdu. Yəni, hər dəfə meşəbəyi də gəzəndə hər dəfə keflənə oxuyurmuş, kefi kök imiş. Bu dəfə isə kefdən oxumurdu. Bu dəfə meşəbəyinin sözləri nə qədər oynaqdısa, səsi bir o qədər qəmli idi. Kədərli də demək olar. Baxın, sözləri nə qədər oynaqdısa, səsi bir o qədər qəmlidir. Burada görürsünüz bir ziddiyyət var. Əsərdə bir ziddiyyət var. Yəni bir tərəfdən baxmayaraq ki, dediyi sözlər oynaq sözlər idi, amma istər-istəməz o mahnını qəmli oxuyurdu. Kədərli demək olmaz. Çünki bu 60 yaşlı pəhləvan cüssəli adam məhz kədərə qalib gəlmək niyyəti ilə papağının dalını qaldırıb, çərşənbə günündə çeşmə başında gözün bir alagöz xanıma düşdü. Deməli, hansı mahnını oxuyur? Çərşənbə günündə çeşmə başında gözün bir alagöz xanıma düşdü mahnısını. Bizdən soruşsalar, test düşmüş olsa, testdə soruşulsa ki, Mir Qasımın yaşı verilirmi? Bəli, 60 yaşlı. Görürsünüz, yaşı verilibdir. Neçə yaşı var? 60 yaşı var. 60 yaşlı. Adı nədir? Mir Qasım. Deməli, çərşənbə günündə çeşmə başında gözün bir alagöz xanıma düşdü deyirdi. Qaşını oynatdı, gözündən güldü deyirdi. Özünün isə gözləri tez-tez dolub boşalırdı. Çünki bugün meşəbəyi meşə ilə vidalaşmağa çıxmışdı. Deməli, meşəbəyinin məskəni hara idi? Meşəsi idi və meşə ilə vidalaşmağa çıxmışdı. Gəlin görək niyə meşə ilə vidalaşmağa çıxır. Bu abzasda biz nə öyrəndik? Öyrəndik ki, deməli, kimdən gedir söhbət? Mir Qasımdan gedir. Mir Qasımın neçə yaşı vardı? 60 yaşı olardı, deyir 60 yaşlı idi, yaşlı bir insan idi. Amma cüssəli idi. Cüssəli nə deməkdir? Yəni hündür və kürəkli, yəni görünüşcə şux qamətli biri idi. Və necə mahnı oxuyurdu? Deməli, mahnının sözləri xoş olsa da, görürsünüz, çərşənbə günündə çeşmə başında gözün bir alagöz xanıma düşdü. Qaşını oynatdı, gözündən güldü. Bu cür oxuyur, düzdür? Mahnının sözləri xoşdur, amma özü necə idi? Qəmli idi. Burada bir ziddiyyət var deyirik. Yəni, bunları bildik. Dedi ki, meşəbəyi meşə ilə vidalaşmağa. Nəyə gəlmişdi? Meşəbəyi meşə ilə vidalaşmağa gəlmişdi. Bu abzasda bunları öyrəndik. Keçirik. İkinci abzasa. Mahnı axıra çatdı. Meşəbəyinin yadına bir bayatı düşdü. Ancaq o ayrılıqdan, ölümdən danışan bu bayatını dərhal unutmağa çalışdı. Səhərdən axşamacan, bəzən hətta gecə yarısınacan çiynində gəzdirdiyi, sanki bədəninin ayrılmaz bir əzasına çevrilmiş çantası indi çiynini üzüb salırdı. Yayın 30-35 dərəcə istisində belə geyməyə adət etdiyi çəkmələri indi bu sərin payız günündə elə bil oda dönüb ayaqlarını yandırırdı. Deməli, yadına nə düşür mahnıdan sonra? Əvvəl mahnı olur, sonra nə düşür? Yadına bir bayatı düşür. Deməli, xalq deyimlərindən nəsə verilibmi burada? Təbii ki, verilib. Folklora müraciət olunub və burada nə verilibdir? Bayatı verilibdir. Əvvəl mahnı oxunur, mahnının dalınca neynir? Bayatı yadına düşür. Amma deyir, bu bayatı ölümdən, ayrılıqdan danışdığı üçün dərhal onu unutmağa çalışdı. Düşər ki, niyə görə o bayatını unutmağa çalışdı? Nəsə bir müxtəlif variantlar qoyar da, kimsə gəldi, yadından çıxdı, ya mahnının sözləri, bayatının sözləri yadından çıxdı. Yox, bu şəkildə deməyəcək. Deyəcək ki, təbii ki, bayatın nə üçün unudur? Ölümdən, ayrılıqdan danışdığı üçün dərhal bu bayatını unutmağa çalışır ki, belə bir bayatı oxumasın. Daha sonra baxırıq. Lakin meşəbəyi dərhal bunları da unutmağa çalışdı.
Papağını bu dəfə arxaya itələyib yəhərdə qamətini düzəltdi. Sel və xəzəl qoxusu ilə dolu havada dərindən nəfəs aldı. Altından keçdiyi qoca palıdın yarpaqlarına, sonra göy ürənginin dərisi işıldayan dolu qüvvətli çiyninə də dalğalı yalına baxdı. Deməli, ürgən nədir? Ürgən onun atıdır. Ürgən onun atıdır və deyir ki, ürgənin dərisi işıldayan, yəni atının göy ürgən onun atı idi. Ürgənin dərisi işıldayan dolu qüvvətli çiyninə və dalğalı yalına baxdı. Belə-belə işlər ay göy ürgən. Hər dəfə deməli tez-tez dediyi bir sözü idi bu. Mir Qasımın belə-belə işlər deyə 60 yaşında birinci dəfə burada öz-özünə danışmağa başladı. Deməli, bu gecə yatırıq, qalxırıq. Bu da eləyir 2 gün. Deməli, bu gecə yatırıq, qalxırıq, bu da eləyir 2 gün. 3 deyən gün lent kəsilir, şluz açılır, su gəlir, meşəmiz qalır suyun altında. Deməli, şluz gəlir deyəndə şluz nədir? Şluz suyun açıldığı, şluz deməli, suyun qarşısına gələn, o gür gələn suyun qarşısına qoyulan bir dayaqdır deyək, bir yəni qapı kimi qoyurlar, o suyun qarşısını kəsmək üçün qoyurlar o şlüzü və o suyun qarşısını açmaq istəyəndə həmən o demək olar ki, qoyduqları o maniyəni qaldırırlar və su axıb deməli axmağa davam eləyir. Yəni bu şlüz suyun qarşısını kəsmək üçün qoyulan ara kəsmədir. Daha sonra göy ürəngi, deməli burada nə gedir? Belə ki, meşəni deməli suyun altında qalacaq. Çünki kəndə su çəkilir və meşə suyun altında qalacaq və bunu təsvir eləyir. Göy ürgənginin yerişi meşəbəyinin xoşuna gəlmədi. Ürgə daşsız, kəsəksiz, dümdüz talanın ortasında bir dənəcə büdrədi. Deməli, birdəncə büdrədi. Göy ürgənginin deməli özünə məxsus xüsusiyyətləri vardı. Amma indi oxuduqca qarşıda görəcəksiniz. Meşəbəyinin bu dəfə göy ürgənginin yerişi xoşuna gəlmir. O daşsız, kəsəksiz, dümdüz yolu getdiyi yerdə talanın ortasında birdən-birə büdrüyür. Bu da Meşəbəyə xoş gəlmir. Meşəbəyin oğlunun bir deməli raykom katibi idi. Bir oğlu Bakıda oxumaqdaydı. 10 illiyi bu il qurtarmış, son 5-i isə indi artıq başa çatmaqda olan kənd tikintisində işləyirdi. Deməli, Meşəbəyinin 3 oğlu var. Biri kimdir? Raykom katibidir. Meşəbəyinin oğlanlarından biri. Baxın, raykom katibidir. Biri raykom katibidir. Biri deyir Bakıda oxuyurdu, təhsil alırdı, yadınızda qalsın. Biri də deyir son 5-i, son 5-i evin son uşağıdır ki, o da deyir 10 illiyi təzə bitirmişdi və tikintidə işləyirdi. Deməli, uşaqların deməli biri Bakıda oxuyur. O Bakıdakının işləyib işləmədiyini bilmirik. Biri raykomda işləyir, biri də baxmayaraq ki 10 illiyi təzə bitiribdi məktəbi, amma tikintidə işləyir. Bənd tikintisində işləyir. Bütün atalar kimi o da öz oğullarını sevirdi. Ürgənginin dümdüz yerdəcə büdrəməsi, üstəlik də 1-2 kərə öskürməsi Meşəbəyini narahat etdi. Lakin qarşıdakı böyük itki bu narahatlığı da tezcə unutturdu. Deməli, Meşəbəyi cilovu tərpədib iri, qabarlı əli ilə ürgənginin çiynini şappıldatdı. Şappıldatdı, yəni ürgənginin çiyninə vurdu. 2 dəfə belə çiyninə vurur. Büdrəmə, büdrəmə, fikir eləmə, qadanalım, dedi. Bəndi çəkənlər, meşənin suyun altında qoyanlar mənim öz balalarımdır. Yəni deyir, mənim öz övladlarımdır, deyir, bu suyun altında qoyurlar. Deyirlər ki, bu daha əfsəldir. Əfsəldir, yəni bu daha xeyirlidir. Deməli, bu daha əfsəldir, yəni bu daha xeyirlidir. Suyumuz olsa, deyirlər, ilan mələyən düzlərdə 100 belə meşələr salacağıq. Elə bilirsən salmayacaqlar, salacaqlar ay göy ürgə, salacaqlar. O günü, o dövranı biz də görəcəyik. 100 yaşında at belində qalxıb meşəbəylik eləməyənin atasına lənət. Deməli, fikirləşir ki, bu 100 yaşında da deməli, meşəbəyi olacaq, meşəbəyi olmağı arzulayır özünə. Özünə deməli, bu meşəbəyi olmağı arzulayır.
Yəni ki, bu meşənin getməsinə pis olurmu? Pis olmur əslində. Düzdür, neçə illərdir meşəbəylik elədiyi meşədir. İstəməz su altında qalsın. Amma ki, görür ki, yəni kənddə su yoxdur, su çəkilməlidir və bu meşələrdən neçəsini salmaq olar deyir. Yəni övladlarına da inanır və daha vacib olanın suyun çəkildiyini, daha vacib olmağını düşündüyü üçün yəni indi göy ürgəyə deyir ki, sən yəni bundan ötürü narahat olma da fikirləşir ki, göy ürgə də onun kimi qəmlənibdir bu meşənin suyun altında qalmasına göy ürgə də qəmlənib. Ona görə göy ürgə ilə burada artıq bu danışığı səsli danışıqdır, ürəyində danışmır, səsli şəkildə danışır. Meşəbəyi yenə papağının dalını qaldırdı. Yenə oxumağa başladı. Ay duman gəl, keç bu yerlərdən. Bu yerlər təzə bar eyləsin. Həm gözlərim görsün səni, həm könlüm nübar eyləsin. Baxın, burada ay duman gəl, keç bu yerlərdən. Bu yerlər təzə bar eyləsin. Həm gözlərim görsün səni, həm könlüm nübar eyləsin. Bax, yadınızda saxlayın. Əslində bu deməli bayatıda həm könlüm deməli qubar eyləsin də. Bu isə çevirib nübar eyləsin deyir. Nübar yəni bir meyvənin ilkini yeyirsənsə, meyvəni ilk dəfə dadırsansa, yəni ilk dəfə yox, keçən il yemirsən də, bu illərim təzədən meyvə çıxıb, gilas çıxır tutaq ki, çiyələk çıxır. O çiyələyi ilk dəfə bu yay yeyirsənsə, deyirlər ki, nübar elədim. Nübar eləmək, yəni onu daddım. Onda deyirlər başın ağrımasın. Burada da nübar eləmək deyir. Deyir ki, həm könlüm nübar eyləsin, yəni könlüm görsün, nübar eləsin. İlk dəfə gördüyünü görsün deyir. Amma əslində bu yerdə qubar eyləsin sözüdür. Deməli, mahnının sözlərini dəyişir. Çox düşünmədən, bədahətən aşığın sözlərini dəyişdirə-dəyişdirə xeyli oxuduqdan sonra yenə də ömründə birinci dəfə burada kimsəsiz meşə içində öz-özünə qəhqəhə çəkdi. Aşıq Abbas dağ adamı idi. Dağlardan danışırdı. Yenə baxın, bunu səsli-səsli deyir. Göy ürgəklə danışır bu. Yəni, bunları deməli, atına danışır. Ona danışır ki, yəni atı ilə dərdləşir. Deyir ki, Aşıq Abbas dağ adamı idi. Dağlardan danışırdı. Mən aran adamıyam, arandan danışıram. Abbas deyirdi, könlüm qubar eyləsin. Mən deyirəm, könlüm nübar eyləsin. Hansımız yaxşı deyirik? Ay göy ürgə. Görürsünüz, göy ürgə ilə danışır, atla danışır. Deməli, kimin sözlərdir? Aşıq Abbasın sözlərdir. Aşıq Abbas necə deyib? Qübar eyləsin deyib. Bu necə mahnının sözlərini dəyişir? Nübar eyləsin. Deyir ki, necə haqq qazandırır özünə? Deyir, mən aran adamıyam, mən nübar eyləsin deyirəm. O dağ adamı idi, ona görə də qubar eyləsin deyirdim. Sonra da bir göy ürgəngiyə sual verir ki, hansımız yaxşı deyirik deyir. Ürgə bir də büdrədi. Meşəbəyi bir də təəccübləndi. Əşi sənə nə oldu? Ay zalım balası. Deyə birdən hirslənib qışqırdı. Nə olub? Sən də bir yandan kefimizə soğan doğrayırsan. Allahım bəndənin hayfını səndən alaram. Atamın qoru haqqım. Deməli, deyir ki, Allahın bəndənin hayfını səndən alaram. Atamın qoru haqqı. Atasının qoruna and verir ki, səndən alaram. Kimə deyir buna? Göy ürgəyə deyir. Allaha bəndiyə olan hayfımı deyir, səndən alaram. Yadınızda saxlayın. Bunu kiməsə demir, göy ürgəyə deyir. Ürgəyə hətta bir şallaq çəkdi. Lakin əvvəllər meşəbəyə əlini tərpətməmiş, yerindən oynayan ürgə indi heç diksinmədi. Onun yalnız qulaqları qımıldandı. Bir də çiyninin dərisi titrədi. Meşəbəyi köksünü ötürdü. Dərdimə şərik çıxırsan. Nədir? Ay Allahın heyvanı. Fikirləşdi ki, bunun dərdinə şərik çıxır. Bu Allahın heyvanı göy ürgə. Atdan gedir söhbət, atıdır. Bunun dərdinə şərik çıxır. Ürgə başını endirib yavaş-yavaş addımlayırdı. Meşəbəyi də başını sinəsinə əydi. Çiyinləri sallandı. Beli donqarlandı. Yəni qozbel deyirik ki, oturdu. Bax o şəkildə. Beli donqarlandı. Doğrudanmı göy ürgə? Onun dərdinə şərik çıxırdı. Fikirləşir ki, doğrudanmı göy ürgə onun dərdinə şərik çıxır? Yəni onunla bərabər dərd çəkir. Belə-belə işlər ay göy ürgə. Düşsə ki, ən məşhur sözü nə idi? Göy ürgə ilə danışanda belə-belə işlər. Deyə o asta, yorğun səslə təkrar etdi və daha səsini çıxarmadı. Meşədə qəribə sükut vardı.
Meşədə deyir, qəribə sükut vardı. Yəni sakitlik vardı. Sakitlik, sükut demişik nədir? Dərin sakitlik. Nə bir quş ötürdü, nə bir yarpaq tərpənirdi. Meşəbəyi heç ürgəngin ayaqlarının tappıltılarını da eşitmirdi. İndi o ürəyində oxuyurdu. Nələr gəldi, nələr getdi bu dünyadan deyirdi. Deməli, bu dəfə oxuduğunu ürəyində oxuyur ki, nələr gəldi, nələr getdi bu dünyadan. Deməli, 3 cür mahnı oxuyur bu. Birinci oxuyanda deyir, çərşənbə günündə çeşmə başında gözüm bir alagöz xanıma düşdü. İkincini oxuyanda bayatı oxuyur. Yəni, bayatının sözləri yadına düşür ki, qəmli ayrılıqdır və bayatını oxumamaq üçün unudur. Sonra oxuduğu bayatı, ay duman gəl keç bu yerlərdəndir. Daha sonra bunları səsli şəkildə oxuyur. Daha sonra isə göy ürgəngiyə biraz onun dərdinə şərik çıxırmış kimi fikirləşir və göy ürgəngi ilə bərabər elə bil ki, qəmə batırlar və nələr gəldi, nələr getdi bu dünyadan deyib bunu ürəyində oxuyur. Birdən ürgən dayandı. Meşəbəyi diksinib qabağa, sonra ətrafa baxdı. Uzaq mənzilli yola çıxanda göy ürgə adətən tanış adama filana rast gəlməsə dayanmazdı. Deməli, göy ürgənin bir adəti vardı ki, o tanış adamzat görməsə dayanmazdı. Amma bu dəfə dayandı. Lakin meşəbəyə ətrafda lal dinməz ağaclardan başqa heç nə görmədi. Göy ürgənin bir xasiyyəti də vardı. Belində yəhərinin tapqırı açılanda və ya qırılanda dərhal dayanıb sahibinə xəbərdar eləyərdi. Deməli, belindəki o yəhər ki var, yəhər nədir? Oturmaq üçün, atın üstündə oturmaq üçün insanlar qoyduqları o, nə deyim, belədən, məsələn, onların rahat oturacağı üçün bir əşyadır. Onu atın belindəki qoyurlar, döşək kimi deyim, nəsə belə qabıq kimi bir şey olur da, yəhər. Odur, onun tapqırı açılanda və ya qırılanda deyir, onda da dayanırdı ki, yəni yiyəsi ondan xəbərdar olsun. Meşəbəyə əlini tapqırlara atdı, bir dəyişiklik hiss etmədi. Bəs ürgəyə nə olmuşdu? Fikirləşdi ki, ürgəyə nə olub bəs? Ürgə niyə dayansın? Ürgə iki şeydən dayana bilər. Ya kimisə tanış adam görəndə, ya da tapqırı açılanda. Amma heç biri olmamışdı. O yəhərdən yerə atıldı. Və ürgəngin dodaqları arasında sarımtıl köpük görünürdü. Deməli, gördü ki, ürgəngin dodaqları arasında sarımtıl köpük var. Meşəbəyi əsla çiyrənmədən ovcu ilə köpüyü sildi. Əlini burnuna yaxınlaşdırıb buxladı. Köpükdən asırqal iyi gəlirdi. Asırqal. Bitki adıdır. Bu ürgənginin gözlərinə baxdı. Zəhərli bir bitkidir. Bu iri, göyçək gözlər istirabla dolu idi. Ürgəngin dodaqları arasında yenə sarımtıl köpük gəlirdi. Meşəbəyə bir daha köpüyü qoxladı və sarımsaq qoxusunu xatırladan iyi təkrar hiss etdi. Göy ürgə hardasa asırqal yemişdi. Zəhərlənmişdi. Deməli, ürgəyə nə olub? Zəhərlənib. Səhərdən bu şəkildə keyfsiz olmağının səbəbi nədir? Onun zəhərlənməsidir. Meşəbəyi çox yaxşı bilirdi ki, dərhal tədbir tökməsə, göy ürgə buradaca, onun gözünün qabağındaca yıxılıb ölə bilər. Lakin o hələ də dayanıb ürgənin dodaqlarının arasında aramsız qaynayıb tökülən köpüyə baxırdı. O ömrünün 40 ilini at belində olmuşdu. Meşəni addım-addım gəzmişdi. Onun zehnində min bir çiçək, ot adı var idi. Bu min bir ad içərisində asırqal çox az yada düşürdü. Çünki bu zəhərli bitki onun meşəsindən uzaqlarda, dağlarda bitirdi. Yəni, bu burada bitən bitki deyildi. Bunun meşəsində yox idi. Dağlarda bitirdi. Elə isə bu nə möcüzə idi? Ürgə nədən zəhərlənib? Bəlkə heç zəhərlənməmişdi. Bilmir, fikirləşir ki, bəs bu nə möcüzədir? Yəni, möcüzə deyəndə nəyi nəzərdə tutur? Bu asırqalı yəni hardan yeyə bilər? Meşədə yoxdur axı bu. Meşəbəyinin dünya görmüş, təcrübəli gözləri dostunun bədənində gəzdi. Ürgənin döş əzəlləri titrəyirdi. Dizləri hiss olunacaq dərəcədə bükülüb, çox çətinliklə düzəlirdi. Göy ürgə onu öz oğulları qədər sevən, ona yedirtmək üçün şinelini cibində parça-parça qənd gəzdirən sahibinin qarşısında birdən-birə zəiflədiyindən utanırmış kimi istirablı gözlərini çevirib yana baxırdı. Kim baxırdı yana? Bax, bu Mirqasıma aid deyil, ha, at baxır, yana çevirib gözlərini baxırdı. Yəni, öz oğullarından belə o atı ayırmırdı.
Birdən onun bütün bədəni titrədi. Yəni bu əlaməti göstərmək odur ki, bütün bədəni titrədi, dizləri bükülürdü. Bu zəhərlənmənin əlamətidir. Ürgə inildədi və elə bir daha utanmaqdan, xəcalətdən keçdiyini hiss edib gözlərini sahibinin üzünə dikdi. Ondan kömək istədi. Deməli ki, sahibindən nə istəyir? Kömək istəyir. Bu saat qadan alım. Deməli, Mir Qasım deyir bunu ki, bu saat qadanım deyə meşəbəyi pıçıldadı. Çevrilib geriyə, qalın meşəliyin dərinliklərinə tərəf baxdı. Ürgənin gözlərini sığallayıb bir daha bu saat dedi. Şallağını çəkməsinin boğazına sancdı, papağını başında bərkitdi, şinelinin ətəklərini yığıb yerindən götürüldü. Buradan şinel nədir? Deyərsin, mənim şinelinin ətəklərini yığıb deyəndə. Şinel yəni palto kimi, amma uzun olur da, ayaqdan olur, dizdən, topuqdan olur. Əskərlərdə görmüş bəlkə, əskər paltosu kimi şinel. Birdən təxminən 2 kilometr aralıda geniş bir talada gür sulu çay üzərində safxoz vardı. El arasında ona iç safxozu deyərdilər. Nə deyərdilər? İç safxozu. Burada su itinin müxtəlif cinsləri saxlayırdılar. Nəyə görə deyilirdi? Çünki burada su itlərin müxtəlif cinsləri saxlanılırdı. Bir ay bundan əvvəl safxoz köçürülmüşdü. Tikililər sökülmüş, çay üzərindəki dəmir tor qəfəslər yerli dibli qoparılıb aparılmışdı. Safxozun yerində indi yalnız torpaqlanmış bir cüt nəhəng torpaq yığınları bozarırdı. Xarabalıqdan xeyli kənarda isə uzaqdan baxanda ağız-ağıza dayanan bir cüt nəhəng hörümçəyə bənzəyən iki alaçıq qaralırdı. İki alaçıq, yəni deməli, alaçıq deyəndə nəyi nəzərdə tutur? Yəni belə deməli, dağ kimi yeri, koma, iki dənə alaçıq qaralırdı. Yəni iki dənə koma vardı. Taxtadan, nəsənsə belə tikilmiş koma. Orada safxoz direktorunun qaynatası, Daşdəmir kişi kürəkəninin özünün və daha bir neçə safxoz işçisinin mal qarasını saxlayırdı. Sabah da bir gündə Daşdəmir də köçməli idi. Sabahda bir gündə deyil, Daşdəmir özü də köçməli idi buradan. Burada deməli kimdir? Daşdəmir. Daşdəmir kimdir? Safxoz direktorunun qaynatası. Safxoz direktorunun qaynatasıdır Daşdəmir. Deməli, bu hissələri başa düşdük. Düzdürmü? Keçirik ikinci hissəyə. İkinci hissədə nə deyir? Meşəbəyi 2 kilometrlik yolu bir nəfəsə deməli fikirləşir ki, o safxoza gedə bilər, safxozdan süd götürə bilər. Orada onlara məxsus bir neçə belə malqara saxlanılır. Meşəbəyi 2 kilometrlik yolu bir nəfəsə qət edib alaçıqlara yetişəndə hər alaçığın kölgəsindən bir iri qıllı köpək peyda oldu. İtlərin səsinə Daşdəmirin əvəzinə, geyimindən şəhər ziyalısına oxşayan, boz şilyapalı, ucaboy bir adam çıxdı. Yüyürüb itlərə təpindi. Sonra dayanıb təəccüblə meşəbəyiyə baxdı. Deməli, görürsünüz, burada deyir ki, boz şilyapalı, uca boylu bir adam çıxdı. Yəni, Mir Qasım hələ onu indiyəcən görməmişdim. Yüyürüb deyir, itlərə təpindi. Sonra dayanıb təəccüblə meşəbəyiyə baxdı. Qantar içində təngi nəfəs yüyürən adamdan nə isə soruşmaq istədi. Ancaq meşəbəyi onu qabaqladı. Mən Mir Qasımam. Meşəbəyi Mir Qasım. Ay oğul, atım ağıya düşübdü. Mən səni burada birinci dəfədir ki, görürəm. Bağışla, tanış olası halım yoxdur. Bir vedrə süd lazımdır. Daşdəmir hanı gözümə dəymir. Deməli, bir nəfəsə danışır da bunları ki, Daşdəmir hanı deyir, gözümə dəymir. Özünü amma təqdim eləyir. Təqdim eləyir oğlana? Bəli, özünü təqdim eləyir. Amma oğlanın təqdim eləməsində deyir ki, tanış olmağa halım yoxdur. Nə olub? Nə olub? Mir Qasım, döşün niyə atlanır? Yaxınlıqdan, lap 5 addımlıqdan tanış səs eşidildi. Deməli, bu vaxtı kimin səsi eşidilir? Mir Qasımın səsi. Meşəbəyi cəld dönüb, deməli, oğlanla nitqi hələ burada yoxdur. Oğlanla nitqi başlamamışdan əvvəl meşəbəyinin səsi. Oğlanla danışır, amma oğlan ona cavab verməmiş meşəbəyinin. Deməli, Daşdəmirin səsi gəlir ki, nə olub? Mir Qasım, döşün niyə atlanır? Yəni, belə atılıb təngə nəfəssən demək istəyir. Meşəbəyi
Baxın, döşün niyə atlanır? Yəni təngə nəfəssən. Meşəbəyi cəhd dönüb geri açılmış iri mavi gözlərini ağacların arasından dolandırdı. Daşdəmirin səsi bu dəfə elə bil yerin altından gəldi. Ölmədik, sənin dövranını qurtardığını da gördük, ay bir Qasım. Sən hardasan, ay kişi? Buradayam, gəlirəm indi, deyirəm, ölmədik, sənin də axırını gördük. Göy ürgəngi belində, belədən belə çırpırdın, elədən elə çapırdın. Saatda bir malı, heyvanı atın döşünə qatıb salırdın xalxala. Nə bilim, filan yerə ayaq basmayın, bəsmənkən yerə yaxın durmayın, nə bilim, falan yerə yaxın durmayın. İndi kimsə qalır sənin bu qoruq. İndi kimə qalır sənin bu qoruqların? Yoxsa Qaraca çoban kimi ağacları köklü köməkçilik qoparıb belinə şəlləyib aparmaq istəyirsən? Dədə Qorquddan olan Qaraca çobana deməli oxşadır burada. Daş dəmir deməli Mir Qasımı deyir, yoxsa Qaraca çoban kimi bu meşədəki ağacları qoparıb deyir, harasa aparacaqsan, deyir, belinə şəlləyib deyir, aparmaq istəyirsən. Deməli buna lağ eləyir. Burada deyir, lağ eləyir. Bir növ onun deməli gizli demək olar ki, gizli düşmənçilik aparan insanlardan biridir və Daşdəmir ona burada lağ eləyir. Ki sən bizi qoy vurdun belə eləyək. Nədir deyir bu indi? Bu qədər ağacı deyir belinə şəlləyib aparacaqsan mı? Kimə bənzədir? Qaraca çobana. Yanınıza düşür, Qaraca çoban ağacı kökündən çıxardır, aparır o şəkildə. Ona o hissəni deyir. Daşdəmir palıd ağacının mağara kimi qaralan koğuşundan çıxdı, iki yandı, basa-basa yaxınlaşıb meşəbəyini süzdü. Deməli, Daşdəmir kimi dedi, safxoz müdürünün qaynatası idi. Hə, buyur görək, süd lazımdır deyirsən, süd zad yoxdur. Sən Allah, biraz tez ol, ay Daşdəmir, ürgə əldən gedir, hanı ürgə? Bu yanda, talada qoymuşam. Elə deyə, yəni gələsi halı yoxdur, yoxdur Daşdəmir, qadan alım, tez gəl, elə bərabəri, oğul bərabəri atdı Daşdəmir. Deməli, atı oğuluna bərabər tutur, oğul bərabəri daşdı deyir. Görürsünüz, qadan alım deyir, yalvarır ki, tez ol da yəni ver. Gənc kənardan dayanıb siqaret çəkirdi. Gənc kim? Bayaq ki, oğlan vardı, tanımadığı oğlan siqaret çəkirdi. İtlərin sırvanmasından məlum idi ki, oğlan burada təzə adam deyildi. Yəni o itlər onun sözünə baxmasından bilinirdi ki, oğlan burada təzə adam deyildi. Meşəbəyi üçün bu saat hər dəqiqə qiymətli idi. O ötən günləri yada salıb, söhbəti uzadan adamın tələsməyəcəyini hiss edib gəncə baxdı. Gənc dərhal siqaretini yerə atdı. Mən gətirirəm deyib alaçıqlara tərəf yüyürdü. Deməli, baxışlarına başa düşüb tez qaçdı ki, mən gətirirəm deyib alaçıqlara tərəf yüyürdü. Meşəbəyinin elmli, savadlı adamlara, şəhərdən meşəyə gəzməyə gələn ziyalılara xüsusi marağı vardı. Yaşıl talalara, bulaq başında ağac kölgəsində onu süfrəyə dəvət edən ziyalıların hərəsi onun ürəyində bir cür xatirə qoyub gedirdi. Onun həyəcanının təşvişi dərhal başa düşüb cəld yüyürən ziyalı gəncin arxasınca baxdıqca meşəbəyinin bənd tikilisi başlayan gündən açılıb dərinləşən deməli. Deməli, yalnız onun həyəcanının təşvişini dərhal başa düşüb cəld yürüyüb gedir, su gətirir, süd gətirməyə və meşəbəyinin bənd tikintisi başlayan gündən açılıb dərinləşən, sonra küt bir ağrı ilə içərisində gizlənib, qalmış yarası yenidən qövr elədi. O yalnız indicə başa düşdü ki, lent kəsilib, şülüz açılanda, meşə suyun altında qalanda meşə ilə birlikdə neçə adamlar ülfətini, ünsiyyətini, ərşdən gürüşdən xəbər verən şirin-şirin söhbətlərini də itirəcəklər. Meşəbəyi bir anlığa hətta göy ürgəni də unutdu. Bir anlığa deyir, hətta göy ürgəni də unutdu. Şişkin sifətinin topa saqqal basmış, qıllı adamın nə dediyini və nə üçün güldüyünü belə başa düşmədi. Səndən deyilənmi? Niyə cavab vermirsən? Nə deyirsən? Deyirəm, oğlun raykom katibidir, pulun çox olar. Ver xərcləyək də, bunu kim deyir? Bax, deməli, burada, bu hissələrdə Meşəbəyini, Mir Qasımı deməli bir xəyal aparır da, xəyala dalır, fikrə dalır. Və o zaman deyir, bir səs eşidir ki,
Səndən deyiləmmi? Niyə cavab vermirsən? Bu da deyir, nə deyirsən? Deyir ki, deyirəm oğlun raykom katibidir, pulun çox olar, ver xərcləyək. Meşəbəyinin qaşları çatıldı. Sənin də kürəkənin safxoz direktorudur. Deməli, sənin də pulun çoxdur. Mənim torbamın dibi deşikdir. Nə deməkdir mənim torbamın dibi deşikdir? Yəni, mən çox rüşvət verirəm. Elə niyə? Bilmirsən, bir-iki baş normadan artıq heyvan saxlayıram deyə hər yoldan ötən rüşvət istəyir. Deyir, bir-iki baş artıq normadan artıq deyir, heyvan saxladığıma görə, mal-qara saxladığıma görə hər yoldan keçən deyir, məndən rüşvət istəyir. Pulu torbanın üstündən qoyuram, altından o yana gedir. Sənin özünü neçə kərə qonaq eləmişəm. Yadından çıxıb, deməli, mənə də rüşvət verirdi. Deyir, səni qonaq eləmişdim, yadından çıxıb. Bu da deyir ki, yəni mənə də elədiyin o qonaqlıq rüşvət idi. Deməli, Bir Qasım onun Daşdəmirin ona verdiyi qonaqlığın rüşvət olduğunu bilmirdi. Bilsəydi, təbii ki, Bir Qasım bunu qəbul etməzdi. Daşdəmir güldü. Bəs sən necə bilirdin, hə? İşim keçməyən adama mən bir tikə belə yedirtmərəm. Kimdən ki, deyir, mənim işim keçmir, mən ona bir kərə deyir, belə bir tikə belə yedirtmərəm. Meşəbəyi fikri dağınıq halda səbirsizliklə alaçıqlara tərəf baxdı. Oğlanın dolu vedrə ilə gəldiyini gördükdə itlərin vırıldaşmağına əhəmiyyət vermədən onun qabağına yeridi. Çox sağ ol, qadan alım. Çox sağ ol, qadan alım deyib oğlandan südü aldı. Dəyməz əmi, deyə nəzakətlə gülümsənib vedrəni ehtiyatla irəli uzatdı. Əli vedrənin soyuq qulpuna toxunanda Meşəbəyinin ürəyinə sərinlik gəldi. Fikrən indi o artıq göy ürgənin yanında idi. Bu göyçək, xeyirxah oğlan da. Daşdəmir də onun yanında idi. Xeyirxah oğlan da deməli, Əli vedrənin soyuq qulpuna toxunanda Meşəbəyinin ürəyinə sərinlik gəldi. Fikrən, görürsünüz, burada yenə fikrə getdi. Fikrən o artıq göy ürgənin yanındaydı. Bu göyçək, xeyirxah oğlan da, Daşdəmir də onun yanındaydı. Deməli, Fikrən fikirləşir ki, bu göyçək oğlan da, xeyirxah oğlan da, Daşdəmir də onun yanındadılar. Fikirləşir ki, və göy ürgəyə kömək eləyirlər. Köməkləşib ürgəni yıxmışdılar, zorla süd içirirdilər. Bu fikirdəykən birdən vedrənin böyrü üstə gördükdə Meşəbəyi təəccüblə çevrilib, ağzını geniş açaraq qaqqıldayan Daşdəmirə baxdı. Qaqqıldayan deyəndə ki, yəni şaqqalaq çəkib gülən də Daşdəmirə baxdı. Baxır ki, süd yerdədir. Süd axıb göy otların arasına hopurdu. İtlər cumub südü yalayırdılar. Daşdəmir isə gülürdü. Vallah bilmədim, ayağım toxundu Bir Qasım. Deməli, sütü kim dağıdır? Bir Qasıma deyir ki, vallah bilmədim, ayağım toxundu. Sütü dağıdan kimdir? Daşdəmirdir. Daşdəmir. Sütü dağıdan deməli kimdir? Daşdəmir. Deyir, bir ürgə nə belə şeydir ki, ondan ötürü belə yürüb, qan tərə batırsan. Nə belə şeydir deyəndə ki, deyir, yəni o dedi axı, oğul bərabərimdir. Deyilən oğlanlarının hərəsi biraz pul qoysun, maşın alsınlar, min gəz, kef elə özünü üçün. Meşəbəyi top qarasaqqal arasında iti uclu dişləri ağaran bu adama baxıb daha gəldiyini başa düşdü. Deməli, bu gülür və bu dişləri ağaran saqqallıdır da, deməli, Daşdəmir saqqallıdır. Daşdəmir saqqallı deməli, qara saqqalları arasından deməli, qara saqqal arasından deməli, iti uclu dişləri ağaran deyir. Bu adama baxıb daha gəldiyini başa düşdü ki, gərək gəlməyinin. Meşəbəyinin canı alovlandı. O pul təklif etmək, südü satın almaq istədi. Lakin özünü sındırmadı. Deməli, südü almaq istəyir, lakin özünü sındırmamaq məqsədi ilə almır südü. Köhnə, adi təmkinli ilə yaylığını çıxarıb tərini sildi. Papağını götürdükdə ikindi çağının sərinliyində onun iri, qırxıq başından qatı buğ qalxdı və beləcə başı tüstülü halda geri qayıtdı. Yəni, papağını götürdü, dəsmalı ilə başını silir, o qədər başı deməli tərləyib ki, deyir, buğ qalxdı. Göy soyuq vurur və başından da buğ qalxır. Göy ürgə artıq böyrü üstə idi. Meşəbəyi çömbəlib onun gözlərini sığalladı.
Deməli göy ürgənin yanına gəlib artıq. Qayıdıb göy ürgənin yanına. Meşəbəyi çömbəlib onun gözlərini sığalladı. Sonra əlini arxası ilə öz gözlərini sildi. Belə-belə işlər ay göy ürgə. Ürgə son dəfə xırıldayıb dartındı və hərəkətsiz qaldı. Son dəfə deməli xırıldayıb dartındı və hərəkətsiz qaldı. Yəni göy ürgə öldü. Meşəbəyi yavaşca qalxıb tapqırı açdı. Sonra yüyənini ürgənini başından çıxartdı. Yəhəri belinə şəlləyib. Yalnız onun bələd olduğu el yolundan uzaq xəlvət cığırla addımladı. Digər bir cığırla addımladı. Görürsünüz, məsələn, burada at öldü. Çox çətindir də, yəni neçə illər saxladığı atı əlindən gedir. Sonra yüyəninin ürgəni başından çıxardı, yəhəri belinə şəlləyib, yalnız onun bələd olduğu el yolundan uzaq xəlvət cığırla addımladı. Külək başlamışdı, meşə xırıldayırdı, meşəbəyinin üstünə xəzəl yağırdı. Deməli, xəzəl, yəni ağacların qurumuş yarpaqlarda yağırdı, tökülürdü. Boyunda qoyun qoltuğuna soyuq yarpaqlar dolurdu. O isə heç nəyə əhəmiyyət vermir, gözlərini qaranlıqda bozaran dağ cığırından çəkmədən ağır-ağır, yorğun-yorğun addımlayırdı. Deməli, onu ağırlaşdıran, yoran nə idi? Atının ölməsi. Meşədən çıxanda o ömründə birinci dəfə bərk yorğunluq hiss etdi. Vaxtı keçmiş qoca kimi hıqqıldayıb, yəhəri belindən endirdi, yerə qoyub üstündə oturdu. Sonra çevrilib çiyini üstündən geriyə meşənin səsinə qulaq asdı. Belə-belə işlər ay göy ürgə, belə-belə işlər ay meşəbəyi bir Qasım. Yəni onu yoran, deməli, nədən meşənin su altında qalmasına görə yəni qəmlənmir də. Onu yoran nə idi? Onu yoran, deməli, atının ölməyi idi. Amma bu at asırqanı hardan yemişdi, onu bilmirik. Daş dəmir verə bilərdi. Yəni bir şübhə olur ki, daş dəmir verə bilərdi. Onu da yenə burada sübut eləyən bir yer tapa bilmirik ki, görək həqiqətən daş dəmir vermişdi, yoxsa yox. Amma məlum məsələ idi ki, at asırqan yemişdi və asırqandan zəhərlənmişdi. Bu qədər, deməli, bu videonu burada sonlandırıram. Əgər videomuz xoşunuza gəldisə, bəyəndinizsə və bu videonun tapşırıqlarının təhlilini istəyirsinizsə, videomuzu bəyənməyi, kanala yeni qoşulanlar kanalı izləməyi, abunə olmağı unutmayın. Çünki itirmək istəmirsinizsə kanalı, təbii ki, abunə olun ki, videolar yükləndikcə vaxtında siz də xəbərdar olasınız. Paylaşmağı da yaddan çıxarmayın. Növbəti videoda görüşərik. Tapşırıqlarla növbəti videoda qarşınızda olacağım.